Əziz əkinçilər, bu günləri 22 may 2025-ci il Bərdə rayonunun Yenidaş kəndindəyik. Gördüyünüz bu ərazimizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi 55-60 günlük kələm çeşidimiz Nazomi F1 çeşidi əkilibdir və onların yanında digər çeşidlərimiz Hippo F1, Sveti F1, Felicity F1 çeşidlərimiz əkilibdir. Hamısını videolarını bir-bir çəkəcəm. Bu hazırda göstərdiyim sizə Sveti F1 çeşididir. Sveti F1 çeşidi yastı kələm çeşididir. Yəni əkinçilər arasında Tareka sortu deyilir. Sizə hazırda bunun indi göstərəcəm formasını baxın. Bax, görürsünüz bu çeşidimizi. Yastı kələm çeşidimizdir. Sveti F1 Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi kələmlərimizdir. Maşallah olsun, bükümlər çox gözəl, ideal vəziyyətdədir. Meyvənin rəngi, quruluşu, bükümləri hamısı çox superdir. Allah xeyri bərəkətli eləsin. Gəl buradan da belə yaxından çək. Sveti F1 çeşidi.